Прослушайте текст и выполните задание. Mətni dinləyin və suallara cavab verin. Каждое утро я иду в школу. Hər səhər mən məktəbə gedirəm. Наши уроки начинаются в 8 часов. Bizim dərslərimiz saat 8-də başlayır. У нас много предметов. Bizim çox fənlərimiz var. Русский язык, математика, история, биология, физкультура. Rus dili, riyaziyyat, tarix, biologiya və bədən tərbiyəsi. Больше всего мне нравится урок литературы. Hər şeydən çox mənim ədəbiyyat dərsi xoşuma gəlir. Потому что мы читаем интересные книги и обсуждаем героев. Çünki biz maraqlı kitablar oxuyuruq və qəhrəmanları müzakirə edirik. После уроков я обычно делаю домашнее задание и встречаюсь с друзьями. Dərslərdən sonra mən adətən ev tapşırıqlarını edir və dostlarımla görüşürəm. Что делает ученик после уроков? Şagird dərslərdən sonra nə edir? Mətndən irəli gələrək делает домашнее задание и встречается с друзьями variantını seçirik.